Bir də indi isə umaşlı pirog hazırlayıram. Bunun üçün mənə bir stəkan peso, değerli dostlar, indi isə umaşlı pirog hazırlayıram. Hər birinizi xoş gördük, hər birinizin axşamınız xeyir. Bunun üçün mənə bir stəkan peso, ağzı yarımçıq duru yağ və bir dənə vanilin, biraz duz, bir kabartma tozu, un. Ben 2 stəkan un döküldüm. Bu arada un ələnmiş olsun, mütləq ələnmiş olsun. 2 stəkan yarım un döktüm. İndi mən bunu umaç halına gətirirəm. Bax, gördüyünüz kimi, bax, bunu umaç halına gətirərəm. Değerli dostlar, umacımız hazır oldu. Bak, bu umacımız hazır oldu. İndi mən bundan üstüne tökmək üçün biraz umaç götürəcəm. Biraz umaç götürəcəm. Üstüne səpmək üçün. Bu onun üstüne səpmək. İndi isə 2 ədəd yumurta, bir stəkan qatığı töküb karıştıracağım. Çırpanla karıştıracağım.